Mən bu video görüntüləri görəndən sonra belə qərara gəldim ki, burada qısqanclıq zəminində Makronun həyat yoldaşı arvadı ona belə şapalaq vurur. Yəni mən belə düşündüm. Sonra dedim, ola bilər də Makron digər prezidentin həyat yoldaşına baxsın, bacısına və ya hansısa baş nazirə, hansısa nazirə baxa bilər də. Mən söhbət qadınlardan gedir. Təbii ki, belə olanda Makron qarşılıq almalıdır da. Yəni nə bilim şapalaqla, ağır sözlə falan, amma maraqlı xəbərlər var. Fransa prezidenti Emmanuel Macron və həyat yoldaşı Macron arasında Vyetnamın paytaxtı Nanoya Nanoya eniş etdikdə dərhal sonra mühadisə yaşanıb. Bu arada prezidentin yaxın dostlarından biri məlumat yayıb. Məlumatdan əlavə elə görüntülər də var da. İndi biz onu bəzən bir türklər demişik, şaka kimi başa düşürük, qəbul etdik, amma deyiblər, görək nə deyiblər. Mənbəyin verdiyi informasiyaya görə mübahisə sadəcə şəxsi xarakter daşıyır və ciddi bir hadisə kimi qiymətləndirilməməlidir. Bu mənim dediyimdir də. Qısqanclıq zəminində ola bilər. Doğrudan da Macronun siz görürsünüz də orada pilləkənlərdən enəndə təyyarədə prezident istəyir ki, xanımının qolundan tutsun. Xanım da qolunu, əlini çəkir ondan və prezidentə əl uzatmaqdan imtina etməsi və daha sonra ona yüngül sillə vurması ilə bağlı yayılan video görüntülərin gerçəkliyini isə Velisey sarayı öz də təsdiqləyib. Bəli, çoxları deyirdi ki, bu montaj olunub, real deyil, gerçək deyil, amma sonradan təsdiq etdilər ki, realdır və mən dediyim kimi bu qısqanclıq zəminində baş verib. Macron digər ölkənin prezidentinin həyat yoldaşına gözünün arasına baxdığına görə qadın onu qısqanıb və bunu edib. Sara Səfra Bahadurdan bu qədər. Yəni şapalaq. Belə gördünüzdə şapalağı belə vurdu.